Herkese salam dostlar. Bugün yeni kontentlə qarşınızdayım. Vaxta kimi izlədiyim, bəyəndiyim seriallardan bəzilərini seçib sizin üçün bəyəndiyim sıralama ilə yerləşdirməyə çalışacağam. Ümidvaram ki, bu yeni kontenti bəyənib kanala abunə olacaqsınız. Çox danışmadan videoya keçmək istəyirəm. Filmlərdən, seriallardan çox danışmayacağam ki, video uzun olmasın. Yəni qısa-qısa serialları bəyəndiyim sıralama ilə yerləşdirməyə çalışacağam. Gedək elə ən başdan ən axıra yerləşmiş sıralama ilə başlayaq. Vednezzay 9 xal. Yəni izləmişəm, bəyənmişəm. Təkcə bir sezonu var, hələ davamı çıxmalıdır, hələ çıxmayıb. Yəni məncə yaxşı serialdır, izləməyə dəyər mütləq. Glitch yaxşıdır, izləməyə dəyər. Bəyəndiyim serialdır. Sweet Home axırıncı sezonu saymasaq super serialdır. Log K bəyəndiyim serialdır, orta bab. Gedər. Squid Game məncə bura yaraşar. Red Rose maraqlıdır. Game of Thrones əlbəttə ki 10 xallıq. Lucifer məncə 8 xal. Tozi Lake Rus serialıdır, çox mükəmməl serialdır. İzləməyə dəyər məncə bunu. Yəni o qədər də Game of Thrones sırasına qoyulmasa da məncə buralıqdır. Sandman bura. Witcher bura. Breaking Bad. Bu seriallar yəqin ki çoxunuza tanışdır. Əksəriyyətini izləmiş olarsınız məncə. La Casa de Papel bəyəndiyim serial. Stranger Things. 3-cü sezonun gözləyirəm səbirsizliklə. İlk 2 sezonu məncə əladır. Bura yaraşar. The Walking Dead bura əlbəttə ki. Fear the Walking Dead məncə bu bura. Darli Dixon məncə bura. Dead City bir sezon olmağına baxmayaraq məncə bura gedər. Heç bəyənmədim. Xoşuma gəlmədi nədənsə. Çox belə sıxıcı gəldi mənə. Avatar bura. One Piece ilk sezonu olmağına baxmayaraq məncə mükəmməldir. Bloodhounds bəyəndim. Z100 bəyənərək izləmişəm. Bu məncə bura. Çox uzun müddətdir izlədiyim serialdır, çox bəyəndim. Yan serialı orijinal daha maraqlıdır. Məncə bura. Prison Break bura. Spartacus 100% bura. The Last of Us İlk sezon izləmişəm təkcə, ardı yoxdur. Ona görə tam qiymət verə bilmirəm. Məncə bura. Supernatural 15 sezonun hamısını izləmişəm. Məncə bura. Vikinglər bura təbii ki. The Boys bura. Maraqsız bölümləri çoxdur. Lost yaxşı başladı, daha yaxşı bitə bilərdi. Məncə bura. From hələ ki yəni pis getmir.
O da burada olsun. Merlin ilk serialım. Mütləq buradasan sən. Shadowhunters Netflix serialıdır. Çox da yadımda qalmayıb, bunu bəyənərək izlədiyim seriallardan olub. Məsləhət görərdim. Məncə bura. Teen Wolf 100% bura. Shadow and Bone 3-cü sezonu çıxmadı. Heyf. Amma ilk 2 sezonu mükəmməldir. Məncə bura. Çox sönük qaldı. Yəni gözləntilərimi heç qarşılamayan bir serial oldu bu. Xüsusilə də son sezonu ilə. Bura. Bu gedər bura. Sabrina bura. Bu gedər bura. Sweet Tooth bura. Bu serialın ardı səbirsizliklə gözləyirəm. Məncə hələ ki burada bir yer tapa bilər özünə. Ragnarok çox bərbad, çox yaxşı baş. İlk sezonu super idi. Amma sonrası gəlmədi. Marco Polo 100% başa. Sən burada olmalısın. 100% tövsiyə elədiyim seriallardan biridir. Mütləq baxın. Netflix'də var. Ölmək üçün 13 səbəb. Mükəmməl. Buna da mütləq baxın. Outer Banks əyləncəli serialdır. Soyğunçuluqla bağlı xəzinə axtarışı. Yəni burada yer tapar özünə. Spasial ilk sezonu maraqlı idi. Mövzusu yaxşıdır. Daha yaxşı işlənə bilərdi, amma mövzu baxımından yaxşıdır. Bura. Parazit mini serial da olsa çox bəyəndim. Bura. Hakusho mini serial olsa da çox kifayət qədər yaxşı serialdır, kifayət qədər. Hətta ilk yerə də qoya bilərəm. Amma bəzi seriallar var ki, buradadır, onlara hörmətsizlik olar. İlk sıraya qoysam. Titanlar DC Comics'in serialıdır. Bəzi aktyorların cavanlığı kimi də elə bil. Yaxşıdır məncə, baxmağa dəyər. Bura. Cənnətə xoş gəldiniz. Netflix serialıdır, maraqlıdır. Məncə bura. Gedər, bura. Berlin, La Casa de Papel'in spin-offudur. İzləməyə dəyər. La Casa de Papel kimi olmasa da, yəni burada bir yer tapar özünə məncə. Belə. Ümidvaram ki, videonu bəyəndiniz. Kanala abunə olub videolara like atsanız sevindirmiş olarsınız məni. Növbəti videolarda görüşənə qədər özünüzdən müğayət olun. Sağ olun.